Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli izləyicilər. Misli Premyer Liqasında 27-ci turun ikinci oyun günündə, turun ikinci qarşılaşması çərçivəsində Tovuz şəhər stadionundan canlı yayımıza başlayırıq. Bugün Tovuzda meydan sahibi kimi Kəpəz komandası ev oyununu keçirəcək və rəqib komanda qismində bugün Qarabağ futbolçuları Kəpəzin rəqibidir. Meydan sahibi Kəpəz komandasından qapçı 1. Rogerio Santos, 2. İlkin Qırtımov, komandanın kapitanı 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paşu, 29. Diego Verdaşka, 28. Rati Ardazişvili, 3. Mahamadu Babəş, 88. Şevroni Mamatşoyev. Komandanın baş məşqçisi Azər Bağırovdur. Hakimlər briqadasına gəlincə, bu arada Azərbaycan Hava Yolları var otağı təqdim olunur sizə. Baş hakim Fərid Hacıyev, köməkçiləri Laismanlar Vüsal Məmmədov və Rəhman İmami, 4-cü hakimsə Rəvan Həmzəzadədir. Maçın var hakimi Cavid Cəlilov, var hakiminin köməkçisi isə Akif Əmirəlidir. Fərid Hacıyev saatına baxır, köməkçiləri ilə məsləhətləşir və oyuna Kəpəz futbolçuları başlayırlar. Hər iki komandaya uğurlar arzulayırıq və maraqlı 90 dəqiqə görmək ümidi ilə deyərək reportajımıza başlayırıq. Rogerio Santos topu ilə götürür. Sol cinahdan Toral Bayramov cəbmə meydançasında ötürmə qapı qarşısına. Zərbə gəlir Rogerio. Təkrar zərbə ola bilər orada. Müdafiə xətti topu uzaqlaşdırır. Hücum davam edəcək. Təkrarı izləyirik. Toralın cəbmə meydançasının ötürməsi. Ardınca gələn zərbə və Rogerio baxır ətrafına Adai. Adai zərbə mövqeyində. Adai zərbə indirir və Rogerio Santos topu ələ keçirir. Maçın 9-cu dəqiqəsində Emanuel Adai'nin zərbəsi təhlükəli alındı, ancaq Kəpəzin qapçısı yenə yerindədir. İlkin Qırtımov. İləriyə uzun ötürmə. İşarə verilir. Borges ötürmə qapı qarşıda. Başla zərbə Mendilo və Rogerio Santos. Əli oynayır Kəpəzin qapçısı. Kadi Borges'in küncdən zərbədən sonra ötürməsi və başla zərbəni bax belə dəf edir Rogerio Santos. Əli oynayır Kəpəzin qapçısı. Raftan ötürmə yaxşı alınmadı. Qarabağ hücumu Adai və topu qapının yanından vurur Emanuel Adai. Çox real imkan idi bəlkə də Emanuel Adai. Təkrar bir daha izləyirik. Adai'nin zərbəsindən sonra top qapının yanından keçir. Ötürmə sağ tərəfə. Rauf Hüseynli. Kəpəzin hücumu ötürmə qapı qarşısına. Zərbə üçün imkan var idi orada. Şırma zərbə amma yerindədir Şahrutin Məhəmmədəliyev. Bu 88 nömrəli oyuncu Mabatşoyevdir. Təkrara baxırıq. Yox, bu Mabatşoyev deyildi. Mabatşoyev zərbəni indirən futbolçuydu. Bir daha təkrar ekranlarınıza gəldi. Mabatşoyev mərkəzə meylənir. Zərbə üçün imkan axtarır, amma ona imkanı vermədi. Qarabağ futbolçuları ardınca Rauf Hüseynli zərbə indirir, amma artıq fitdən sonraki zərbə idi. Bu və belə ilə Tovuz şəhər stadionunda 27-ci turun Kəpəz Qarabağ maçında ilk 45 dəqiqə yekunlaşır. İlk hissədən sonra qapılara qol vurulmayıb və fasiləyə tərəflər qolsuz bərabərliklə yollanırlar. Bir qədər sonra ikinci hissədən reportajımız davam edəcək. Belə ilə Fərid Hacıyevin işarəsi ilə mübarizədə ikinci hissə başlayır. Kadi. Ötürmə Medinadan. Adai sol cinaha keçirə bilir topu. Toral ondan qapı qarşısına və Nəriman toxuna bilmədi topa.
Ötürməsini etdi. Bir qədər sağa Mateus Silva önündə boş zona. Bu zonanı dəyərləndirir Mateus Silva. Cərimə meydançasına qədər gəldi Silva. Ötürmə qapı qarşısına. Zərbə üçün imkan var idi. Hücum devam edəcək. Geri ötürmə. Yasin Benziya və ardınca top meydanı tərk edir. Qarabağın növbəti həmləsi, növbəti hücum cəhdi. Zubirin ötürməsindən sonra Benziya. Ötürmə sol tərəfə. Toral. Toral Bayramov. Qapı qarşı göndərilən top Leandro Andrade. Zərbə qüvvətlidir, amma dəqiq deyil. Yeni alınmadı. Kadi Borges. Topu qapının üstündən vurur. Təkrar bir daha izləyirik. Kadi Borges'in Leandro'nun ötürməsindən sonra bax bu zərbəsi dəqiq olmadı. Toral Bayramov belə ötürmə etmişdi. Leandro çox yaxşı çıxardı topu geriyə, amma Kadinin sağ ayaqla zərbəsi bir o qədər keyfiyyətli alınmadı. Benziyadan sol tərəfə, Toral Bayramovdan qapı qarşısına. Başla zərbə! Yenə təhlükəli idi, amma yenə dəqiq olmadı. Alınmadı. Kadi Borges başla qol vurmağa çox yaxın oldu. Fikir verin, burada heç kim ona mane olmurdu, amma çərçivəyə düşə bilmədi Kadi Borges. Təkrarı müxtəlif rakurslardan, müxtəlif kameralardan izlədik. Dərhal geriyə çəkilir Qarabağ futbolçuları. Camal Cəfərov zərbə mövqeyində. Camal Cəfərov yerindən zərbə endirir, amma bu zərbə Şahrutdin üçün heç bir təhlükə törətmədi. Yaxşı sıyrılıb keçmişdi sürət hesabına, amma zərbəsi təhlükəli alınmadı. Ötürmə qapı qarşısına. Top Şahrutdində qalır. Dərhal baxır irəliyə Şahrutdin. Amma Fərid Hacıyev 90 dəqiqəni başa çatdırır. Tovuz şəhər stadionunda qolsuz bitdi Kəpəz Qarabağ maçı. Biz də sağollaşırıq Tovuz şəhər stadionundan. Yayımın rejissoru Teyyub Məmmədov idi. Qarşılaşmanı sizin üçün Ramiz Mirzəzadə şərh etdi. Növbəti reportajlarda işləmək ümidi ilə hələlik.